Değerli Zəngəzur Media Televiziyasının izləyiciləri, sizi Qazandınız Qaynasın verilişində bir daha görməyə çox şadıq. Bugün bizim için çok əziz bir gündür və bu əziz günü bizimlə siz keçirdiyiniz üçün biz sizə minnətdarlığımızı bildiririk. Bugün bizim Kiçik Çilənin qışın yarılandığı dövrü Xıdır Nəbi bayramıdır. Xıdır Nəbi yaşlı nəslimizin və bir çox Qərbi Azərbaycanlıların, Zəngəzurların, Borçalıların, Qarabağ bölgəsinin əziz bayramıdır. Çox təəssüf ki, bütün bölgələrimiz olmasa da, digər bölgələrimizin bu bayram yaddaşında, xatirəsindədir. Nənələrinin, babalarının, doğmalarının xatirələrində və hal-hazırda da biz bunları illər uzunudur, çalışdığımız qədər sizin üçün işıqlandırırıq. Xıdır Nəbi Kiçik Çillənin addımını atdığı, qədəmini qoyduğu 10-cu günündə əslən olar və belə deyərlər ki, bu bayram hər zaman tarixini dəyişər, gəzən bayram deyərlər. Nəyə görə? Çünki Kiçik Çilə girdiyi mövsümdə 10 günlüyündə, ilk 10 günlüyündə. Bu, bəzi bölgələrdə Dərələyəz, Cənubi Azərbaycan bölgələrində, Güney Azərbaycan adətən 5-i, 6-sı, 4-ü bu tarixlərdə olar. Qərbi Azərbaycan, İrəvan, Naxçıvan bölgələrində bu 8-i, 9-u, 10-u fevral tarixində olar. Borçalı mahalında isə 12-sindən 24-ünə qədər olar. Yəni bu da bölgədən bölgəyə dəyişilən, amma fərq etmir hansı tarixdə olursa olsun, Xıdır Nəbi bayramı bizim üçün çox əzizdir. Və bu Xıdır Nəbi bayramı sadəcə Xıdır Nəbi demək deyil. Bu bir əkinçinin torpaqla bilavasitə təmasda olan əkinçinin, kəndlinin bayramıdır. Çünki bütün qış uzunu onlar yaydan əziyyət çəkdiyi əməkliyi, əziyyəti, tədarükünü, məsələ bu qış aylarında dadına baxır, qış günlərini qısaltmaq üçün onun öz xüsusi belə deyək, yay mövsümü boyunca onlar işləyir, qış mövsümündə isə biraz daha istirahət edib, biraz daha rahat, sərbəst şəkildə bu bayramı keçirirlər. Xıdır Nəbi hansı evə girərsə, o evdə mütləq izini buraxarsa, o ev ruzili bərəkətli sayılır. Deməli, o il boyunca Xıdır Nəbi o evə əddımını atıb qədəmini qoyubsa, bu onlar üçün xüsusi bir gündür. Uşaqlara, evdəki kiçiklərə, gənc sakinlərinə bir otaqda qoyardılar qovutu. Qovutun üzərində naxışlar qaldıysa, ləpiri qaldıysa, o deməkdir ki, Xıdır Nəbi artıq bərəkətini, ruzisini, xeyir duasını bu evə veribdir. Və məhz bugün bizim çox gözəl, dəyərli izləyicilərimiz var. Hansı ki, hər veriliş siz onları xüsusi bir ehtiramla dinləyirsiniz və hər zaman da onlarla olan verilişlər maraqlı olur. Bugün bizim verilişin qonaqları Elmira xanım və Leyla xanımdır. İstərdim ki, keçək, onları da salamlayaq və bugün nələr hazırlayacağıq, Xıdır Nəbi bayramında nə cür adətlər var, nələr etmək lazımdır, necə onu qarşılamaq lazımdır ki, o hər il bizə xeyir duası ilə gəlsin. Keçəyin qonaqlarımızı da salamlayaq. Əziz izləyicilərimiz, sizə bayaq qeyd etdiyimiz kimi bizim bu veriliş bayramdırsa biz bunu tək keçirtməliyik. Ən kiçik, hələ bizim Zəngəzur Medianın üzvləri, əziz qonaqlarımız, dəyərlərimiz və əlbəttə ki, Zəngəzur Medianın rəhbəri Svetlana xanımın kiçik bir masa arxasında yığışmışıq, amma Xıdır Nəbi bayramında bir el, bir yurt, bir kənd hamı toplaşardı. Böyükdən kiçiyə bu bayramı qeyd eləyərdi. Və ən gözəl bu bayramı qeyd edənlərdən Leyla xanımın Elmira xanım olub. İlk öncə qısa bir Elmira xanımı almaq istəyərdim, sonra da istəyərdim Leyla xanım da xatirələri ilə bölüşsün. Elmira xanım, xoş gəlmişsiniz bizim verilişə. Leyla xanım, siz də xoş gəlmişsiniz. Sizinlə olan verilişlər bizim izləyicilər üçün çox maraqlıdır. Və biz bunu Svetlana xanımla hər zaman müşahidə eləmişik. Və belə deyək, nəyə görə maraqlıdır? Çünki siz orada canlı-canlı, mən bir araşdırmacı, bir tədqiqatçı kimi bunu yaşadıramsa, amma siz onu canlı görmüsünüz orada. Nənələr, babalar, yurt, el, oba yaşatmışsınız. Elə ona görə də məhz sizə müraciət edirik. Yalan da koloriti köhnəliyində, qədimliyindədir. Mənim yadıma gələnlər uşaq vaxtlarımızdan. Xıdır Nəbi bizdə ayın 5-də hər zaman bayaq qeyd etdiyimiz kimi bölgədən bölgəyə bu da dəyişilir. Ayın 5-də Kiçik Çilədirsə, Kiçik Çilə, Böyük Çilə bildiyimiz kimi 40 gün olur. Dekabrın 21-i girir, yanvarın 21-i öz ömrünü başa vurur. Sonra o öz yerində Kiçik Çiləyə verir. Kiçik Çiləyə də həmişə orada balaca Allahın bəlası deyirdilər. Bəli.
Sonra bozayımız. Vallahi hər bir mən deyim ki, elə yadımıza gələli hər kiçikçilərdə və Xıdır Nəbi günündə inanırsınız ki, bəlkə də həmin vaxtlar neçə vaxt qar yağmırdısa, həmin gün o qədər gözəl qar yağırdı ki. Məhz bugünkü günümüz kimi. Görürsünüz, bu gün də özünü göstərir. Bugün də özünü, bu gün də bəli, yenə qarlı, bəli. soğuqlu, soyuqlu, Bəli. əsl Xıdır Nəbi günüdür. Çünki haqqını istəmir verə, ötürə böyük. Neçəsi gedəcək? Öyle bir 2-3 gündən sonra hava baxmışam proqnoza onda. Hə, elə qarlı sulu. Elə qar da deməsə deyə şaxtalı boranla da. Hə, onda da başlayın. Demək, hər bir Xıdır Nəbi günündə bizdə vallahi qar düzdür. Bizim kənddə elə noyabrın əvvəllərindən başlayırdı yağmağa, ta ki bizim yerdə sərt olur qış, mayda qara yağır yağış. Yolum düşə səni tanış edəm dağlara. Vallahi bizim kənddə may ayına qədər qar qalırdı. Qarın da üstünə yağış yağırdı, sonra o qar əriyirdi. Çünki o dağlardı. Dağların Boş yerə İsveçrə deməyiblər ora. Gözəl təbiəti olan kəndimiz. Həmin gündə o narın yağan qara, o ayın işığında durub belə baxırdın adamın üzünə yağmağa, o başqa bir ləzzət eləyirdi adama. Xıdır Nəbidə demək olar ki, hər evdə o tədarük görülərdi. Hər evdə xüsusi buğda, qırmızı buğda saxlayırdılar. Onu ancaq Xıdır Nəbidə qovurmaq üçün. Bizə noxuddan, məkədən, o qarıqdalı deyirlər. Onların hamısı qovurulurdu və əlavə olunurdu. O qovu da ondan çəkilirdi. Bir də ki, yenə çoxlu qovurğa, onun içərisinə ağ noğul konfetlər, Bəli. bəzi şirnilər, evdə olan Nanəli nabatlar. Kimin evində nə var? evdə olan evdə olan o meyvəsi, meyvələrdən, meyvə armudundan, almasından yığırdılar. Meyvə qaqları. Yekə bir ləyənə yığıb qoydular ki, indi vaxtı uşaqlar gələcək. Və bu yaydan, yazdan qeyd Tədarük etdiyimiz kimi olunurdu. tədarük, bəli. Hətta o vaxtı mənim yadıma gəlir ki, nənəmlə, anam qarpızın, yemişin, tumlarını Bəli. yığıb qurudur, saxlayırdı. Bəli. Biz sarı gül əkirik, sarı çiçək. Sarı çiçək. Zəfəran deyirik Bəli. bəzi vaxt ona. Onun tumlarına qədər, toxumlarına qədər o qovurğanın içinə əlavə edirdilər. Ora əlavə edirdilər küncüt, Çətənə, bəli. küncüt, ora əlavə edirdilər çətənə. Onun da öz xüsusi dadı olurdu. Çox gözəl dad verirdi. Elə ona dad verən elə xüsusi məhz dad verirdi. Onlar olmayanda elə bilirdilər ki, bu bayram yoxdur. heç nə eləməmişəm da, yəni mən. Bəli, xüsusi Qorxu atributları bayramın eyni Elmira xanım sözünə qüvvət. Sonra da hə. Bəli, eynən. Bizim də atalarımız, mənim atam da, babam da yadımdadır ki, həmin o qarpızı əkərdilər, onu böyük çilədə kəsərdilər. Böyük çilənin bilirsiniz ki, atributu məhz qarpızdır. Sonra da onun dənələrini Çilə qarpızı kəsiləndə əgər təzə ailə quran bəli. gəlin keçən qız varsa mütləq o çilə qarpızından ona pay gedir. Pay, bəs özünü necə eləyirdilər? Pay Üzərinə, gözünə, qaşına çəkərdilər, ağzına demək ipək bağlayırdı. lent bağlayıb, böyük bir qablarda bəzəyib yanında aparardılar. şirniyyatı ilə, yeməyi ilə. Bəli, bu bir xüsusi nişanlı qızlara hələ Novruz bayramından xonçalardan çox-çox öncə gələn və bir də İrəvan Çilə səbəti bayramı. olardı. Elə o çilə bayramında o Qışın İrəvan bayramları səbəti bir gedərdi. ilk çilə bayramından başlayırdı. Bu da olurdu kiçik böyük çilənin 21-də, girən gün, 21-də. dekabrın 21-də qarpızlar kəsilərdi. Bizim evimizin üstündə atam Damlarda. otların samanlarını içində Bəli, saxlayırdı. bizdə Ən də elə böyük Nurxan. qarpızı seçirdi, ən Bəli. böyük gözəl qarpızı Hətta yemişi də, həm də yemişi Seçib də. orada saxlayırdı, onu düşürdüb yatırırdı. Həsrətlə gözləyirdik görək indi bu qarpız nə O necə çıxacaq? Bizdə deyərdi ki, mənim atam hər zaman indi də deyir, bəxtə bəxt. Yəni o içi Xarab da ola bilər. xarab da ola bilərdi. Don da vurmuş ola don da bilər. vura bilərdi. Deyirdi bəxtinizə nə çıxarsa və onun da özünün xüsusi rəmzi Onda var. iyi yayılırdı o isti sobanın, Bəli. kömür peçi Bəli, sobası, kömür çırtaçıqla sobası, yanırdı. bəli. Onun ətrafında kəsilirdi, o da bir xüsusi gözəllik Bəli, verirdi. xüsusi gözəl. Nə gözəl ki, belə yurdumuz olub. Nə gözəl. Çox nəif biz Allaha qurban olum ki, biz onları gördük, amma indiki nəsil onları təsəvvür edə bilməz, eşidər ancaq, amma Bəli. biz onları yaşamışıq. Mən özüm onların hamısını günbəgün, saat-basaat. Biz onu hamısını- ümid edirik ki, hamısını Elmira xanım. inşallah ki, yenə o günlər Leyla gəlsin. xanıma və elə əsasən də Svetlan xanıma istərdim ki, Zəngəzur media olaraq ilk öncə elə biz hər zaman qeyd etdiyimiz kimi elə Zəngəzur mediadan bir gün onun xəbərini verək ki, elə verilişlərimizdə ki, biz Getdik Zəngəzura gedirik və orada yaşadırıq. İnşallah. Zəngəzur şərqi qərbi özündə birləşdirir.
Göyçədən keçən yollar dələ-ləzə gedir. Vedi basar ağrıya əl edir, salam verir. Zəngi basar İrəvan bir ürəkdir, bir candır. Növbəti dayanacaq qəlb Azərbaycandır inşallah. İnşallah, inşallah. İnşallah. Xıdır Nəbi günündə də bizim kəndimizdə, ocaqda, təndirdə, təndirin özündə də. Təndirsiz yeməklərimiz mümkün deyil. Təndirin özündə də, təndirin üstündə bütün qovurğalar qovrulurdu. Əgər təndir yanırsa, mütləq orada dəstana, çırpma, qalın, Bökən, bu xəmirlər, lavaşlar. mütləq bu xəmirlər yoğrulmalı idi ki, bəs təndir sönəndə onları biz bişirməli idik ki, axşam gəlsin süfrəyə, yanında olma pendiri, yeməklərlə əlavə, onlar yeməklərdən başqa. Çəkmə aşı xüsusilə Xıdır Nəbi də öz gözəl yerini tuturdu. Yeməklərimiz çox olurdu. Hər evdə də, bütün ocaqlarda, bütün evlərdə qovurğa qovrulurdu. Saz üstündə buğdalar atılardı, düşərdi. Qovurduqca gözəlcə qızarardı, bişərdi. Kirkilədə növbə ilə hər kəs qovuz çəkərdi Xıdır Nəbi gələndə. Bəli. Axşam olacaq hər evdə tədarük görülərdi. 100 cürə nazı nemət süfrəyə düzülərdi. Qapılardan rəngbərəng papaq, torba girərdi Xıdır Nəbi gələndə. Xıdır Nəbi doğrudan da bizim kəndin doğrudan da səhərə qədər uşaqlar yatmırdı. Ən çox da uşaqların bayramı. Uşaqların bayramı idi. Uşaqlar səhərə qədər yatmırdılar. O qədər qapı-qapı gəzib torbalar. Həyecanla. O qədər buğda yığırdılar. Bacalardan şallar asılmaq. Bir də hətta bunlar nə edirdilər? Hər kəs o buğdanı mütləq torbaya verirdi, papağa qoyurdu axı. Onda yığışırlar dəstəklə çəkilirlər kəndin bir tərəfinə, boşaldırdılar bütün torbalarını. Buğdaları yığmırdılar. İçində qalan bəzi yeməklərin hamısını yığıb apardılar. Ən dadlıları hər zaman, bəli. Səhər dururdun ki, qarın üstündə buğdalar özlərinə yer eləyib, quşlar hamısı dolurdu, sərsələr dolurdu. Quşları da unutmurlar, bəli. Çünki onların da dəni yemi budur. Bax, onun mən o vaxtı babam, atam, elə dayım, əmim həmişə belə deyirdilər ki, alma yığırdılar, üstündə saxlayırdılar. Bəli. Xurma ən çox. Cəvizi yığırdılar, üstündə saxlayırdılar. Əriyi yığırdılar, üstündə saxlayırdılar ki, bəs bu da quşların payı. Quşlar gəlsin öz paylarından. Çünki biz onları da unutmuruq, bəli. Qışın çoğun vaxtında boz ayla kiçik çillərlə böyük çillər bir-biri ilə yarışır. Böyük çillə kiçik çilləyə deyir ki, kiçik çillə özünü təhvil verəndən sonra, qutarandan sonra, o başa çatandan sonra başlayır ilk çərşənbə. İlk çərşənbə və boz aylarımız. Sonra boz ay qədəm qoyur. Bəli. İnşallah ki, bu kiçik böyük çillə çıxdı getdi, sağ-salamat. İnşallah ki, kiçik çillə də özü ilə bərabər bol-bol sağlamlıq gətirsin. Amin, amin. Evlərə, ocaqlara bol-bol ruzi bərəkət gətirsin. Çünki kiçik çillədə elə bərəkətin rəmzi olan buğdadır. Buğda da Xıdır Nəbi də qovrulur. Xıdır Nəbi də buğda qovut qovrulur. Sonra o qovutlar yığılırdı ləyənlərə. Onu da deyirlər ki, bugün dəymək olmaz, çünki Xıdır gəlib ona görə əlini Bəli, bayaq verilişin əvvəlində ləyən dolusu qovut yüksəyə hündürə qoyulardı. Gərək Xıdır gələrdi, ona əlim basardı. Bu qədim rəvayətə uşaqlar inanardı Xıdır Nəbi gələndə. Bizi elə aldadırdılar ki, həmin gün dəymək olmaz. Amma o qışın otumağı vardı ha. Gəlirdi, qohumlar yığışırdı, dayıgil gəlirdi, əmigil gəlirdi, bibi, xala, bir-birinin evinə. Hər gün bir-birimizi görsək də, məktəbdə bir yerdə olsaq da, o bir-birinin evinə gedib oturmaq o qədər xüsusi ləzzət verirdi. O xüsusi günü idi çünki ona görə. O qədər elə sevinirdi ki, ay Allah, bugün atam durub paltosunu geyinən kimi bilirdi harasa gedirik. Amma əvvəldən demirdi harasa gedirik. Sevinə-sevinə gedirdik, ya dayımgilə gedirdik, ya əmimgilə, xalamgilə, bibimgilə. Çünki el birirdi. Nənəmgilə, ən çox da can atırdıq nənəmgilə getməyə. Bəli, böyüklərə ehtiramla. Çünki nənəmin özünün maraqlı bir torbaları olurdu. Onun içində maraqlı konfetlər olurdu. Bəli. Konfetlər olurdu, onun içində xüsusi meyvələr olurdu. Nənəm özü üçün həmişə onları tədarük edirdi ki, evlərə uşaq gələcəksə. Ən çox da mən heç torba atmamışam. Birinci qaçıb gedib nənəmgilə torba atardım, bir də əmimgilə gedərdim ki, ən doğmaları. Ki bunlar onların da qız uşaqları vardı, bizim də. Ona görə bizim yəni heç çox qapılara biz gəzmirdik. Amma oğlan uşaqları səhərə qədər. Bəlkə bizim evimizə 20 dənə papaq gəlirdi, torba gəlirdi. Onlar da heç çox boş qayıtmazdı. Amma deyim ki, hər yəni özünün xüsusi torbası olurdu. Xıdır Nəbi torbası. Belə böyük şəkildə tikirdilər analar onu. Uşaqlar gedəcək Xıdır Nəbi azuqəsi yığmağa. Çox gözəl dövrümüz olub, çox gözəl zamanımız olub. Kaş indiki gənclik də o günləri İnşallah yaşadacaq. Amma bizim əlimizdə nəyimiz varsa, çox təvəqqə edirəm indiki gənclikdən ki, mənimsəsinlər. Bəli, mənimsəsinlər. Onlar indi o telefonları necə əzizləyirlər, qoymurlar heç kəs o telefona əlini vura, gözlərindən yerə qoymurlar, əllərindən yerə qoymurlar.
bizim bu adətlərimizi də, bizim nemətlərimizi də, bizim bu yeməklərimizi də qoy mənimsəsinlər. Çünki çox lazımlıdır, çox da zəngindir, çox da gözəldir. Allah hər zaman var eləsin elimizi, xalqımızı. Elmira xanım, Bəstə xanım, o qədər gözəl söhbət elədiniz, söhbəti ilə gözəl başladınız ki, bayaqdan xəyallara daldım, getdim təzədən o yerləri gördüm, Biz gəldim. qismən Qismən də olsa Səyahət gördüm, elədim. gəldim, amma yəni biz də oradan onların şahidiyik, orada doğulduq, gəncliyimiz orada keçdi. O dediyiniz qovurğanı özümüz də qovurduq, uşaq olmağına baxmayaraq. Onu Kirkirada özümüz də Kömək çəkdik. elədik. O günləri sayılı günlər kimi sayırdıq ki, Xıdır Nəbi nə zaman gələcək, o nə zaman biz o qovurdan yeyəcəyik, qonşulara mütləq pay verilirdi. İlk 7 qonşuya mütləq pay verilirdi, ondan sonra biz uşaqlara o qovurdan çatardı. Doğrudan gözəl adət-ənənələrimiz var idi. Bu Novruz çərşənbələri həqiqətən çox gözəl olurdu. İndi siz dediniz, torbalar tikilirdi. Bizdə fərqli olaraq bu Qərbi Azərbaycanda papaq atmazdılar, torba atardılar. Mən indi baxıram, görürəm bu şəhər yerində qonşu-qonşuya uşaqlar da indi onu papaq atdılar. Bizdə də kişilik rəmzidir. kişilik rəmsidir. Ona görə də Papaq həmişə Bizdə yüksəkdə ya olur. bacadan Hətta sallanardı. Yaylıq atırdılar. Atamız, babamız gələndə, Gündüz gəzəndən sonra. atamız, babamız evə içəri girəndə papağını ən hündürdə asırdı. Bəli, Sonra paltosu. ona görə də xüsusi torbalar anamız tikərdi. Balaca xurcunlar kimi. Bəli, xurcunlar kimi Bəli. yadınızdadır. Hər evdə də Heybələr, xurcunlar. düyü torbası, Düyü Bizdə torba, oğlan şəkər uşağı torbası. yoxdur deyə biz onu istifadə eləmirdik, amma oğlan uşağı olan evlərdə mütləq onların torbası olurdu. Bəli, lobiyalar üçün torba tikilirdi, düylər üçün, yəni torbada saxlanılır. O torbanın da xüsusi uzuna da bir uzun ip bağlayırlar. Qapını açanda, qapını açanda məsələn o torba iç görməsinlər, girib gizlənirdik. Öz ürəyimizdə arzu tuturduq ki, bu arzular tutaq. Ona da o qədər inanırdıq ki, ona görə Bəlkə də bu yaşımıza qədər də inanırıq. İnanırıq, Düzdürmü yenə Leyla də xanım? inanırıq. Bəli. Bir də evlərdə valideynlərimiz, qonşularımız deyər ki, gözəl sözlər danışın, qapınızı pusan olar. Həm bu yaxşı. çərşənbələrdə, həm Bəli. Xıdırda, bəli. Bəli, yaxşı söz eşitsinlər. Ondan əlavə, məsələn, qardaşlarımız, qonşularımız... Küslük almazdı heç kim. Küslük almaq heç olmazdı. Bayramda mütləq barışıq bayram olurdu. Yəni, nə inirdilər? İndi kimi yadımdadır, bax, Elmira xanım da qeyd elədi. Qardaşlarım üçün deyim, İnan bir ay yumurta yığırdılar. O yumurtanın bəziləri göbizlik eləyirlər. Baş tərəfini deşirdilər, oraya sementli nə Bəli, bərkidirdilər. doldurdular. Bayramda olurdu, yumurtaları yığıb qatara qoyardılar. Ən xırda- Sıvıyana hansıdır, dişdə yoxlayardı. Bəli, ən xırda yumurtanı ördək yumurtaların götürürlər, ördək Möhkəm yumurta olsun. təbii bərk olur, seçilmirdi. Əllərində də bərk dururlar. Axşam elə olurdu ki, evimizə 100-200 yumurta gəlirdi. Bəli, ən maraqlı bayramın ən Bəli. sevdiyi hissəsi. Yumurtalar, o da Bəli. ki, bizdə aşın qazmağı yumurta ilə olurdu deyə. O sınmış yumurtalardan Bəli, ona görə də həmin o yumurta, sındırılmış yumurtadan da nə inirdi? Anam Kökələr pişirirdi. Şirniyyətlərə vururdu. Şirniyyətlərə vururdu. Bəli. İnanın ki, bəlkə də ən çox şirniyyət o ərəfədə pişirdi. ərəfədə Çünki pişirirdi. yumurta heyfləri gəlirdi, Bəli. niyə atsınlar, niyə Çünki eləsinlər. çox, cəviz çox. Allah Biz hər zaman Elmira xanımla Leyla xanım hər zaman deyirik ki, bizim mətbəxlərdə israfa yol verilmir və elə sözünüzə qüvvət. Yumurtalar sınırsa, qovurğalar qovrulursa, qalırsa, çoxdursa belə kisələrlə qovrulurdu. Nə olur? Bundan qovut düzəldilir və yaxud yarma xaşıl bişirilir. Heç bir israfa və eyni bir-birinin tamamlayan mətbəxlər nəticəsində. Bizim Dərələz, bizim bir mahalda da Dərələz kəndlərində də fərqləri var. Məsələn, bizdə xəşili unla eləmişik, özdə qara ikinci növ ondan İkinci növ, eləmişik. Yerli undan. Yerli unla eləmişik, onu xüsusi saxlayırlar. Xəşilə, tərəlviyə, onu xəncələ də əlavə edirdilər. Amma bizim qonşu kəndlərdən gördün ki, qovudun çəkilmişindən xəşli bişirir. Elə eynən bizdə də Elmira xanım. İndi biz bunları, bu gözəl söhbətləri sizin üçün yarımçıq saxlamırıq. Biz bunu məhz mətbəximizdən davam edəcəyik və baxın ki, orada sizlər üçün kiçik hissəsi, çünki saymaqla bitmək olmaz. Hind quşu, qaz, ördək, çəkmə, xəşil, eyni yarma çəkməsi, o qədər yeməklərimiz olur ki, saymaqla bitməz. Amma biz mətbəxdə nələri bizim xanımlarımız uyğun görəcəksə, hərəmiz bir kiçik payda olsa sizə göstərməyə çalışacağıq. Və buyurun, keçək mətbəximizə. Bildiyimiz kimi çilə ərəfəsindəyik, kiçik çilədir. Qışın da aylarında mütləq yaydan tədarük elədiyimiz, qurutduğumuz şalaq ərikdir, təpərcə ərikdir, onun tumlusu var, dənəlisi var, belə qap forması var.
Onu qışda ən çox qaysəfa bişirərdik. Bu gün də qaysəfadan bişirmək istəyirik. Bizim özümüzün əlimizdə tutduğumuz kərə yağı ilə tamamilə təmiz öz məhsulumuz. Qaysəfanı yayda dediyimiz kimi ərikləri yığıb həm dənəli şəklində, həm qaq şəklində onu səririk, quruduruq, günün altında yox, kölgədə. Sonra onu yığıb xüsusi o vaxtı torbalara yığırdıq, indi xüsusi qablara yığıb saxlayırıq qışa. Qışda da onu qaysəfa bişirmək üçün əvvəlcədən kim nə qədər istəyir, onun qədərini, miqdarını özü bilir. Onu isladırıq, sonra biraz qoyuruq, qaynayır. Ora biraz kim istəyir bal da əlavə eləyir, kim istəmir qənd atır. Sonra onu qaynadıb, sonra onu yağda qızardırıq. Amma bəzən ərik o qədər şirin olur ki, sonra yəni şəkər əlavə eləməyə ehtiyac qalmır. Bu gün də Xıdır Nəbiyə təsadüf etdiyi üçün biz bu qaysəfanı bişirdik. Xıdır Nəbidə qaysəfadır, xəşildir, hədik qoymaqdır. Bunların hamısı Xıdır Nəbinin atributlarındandır. Xıdır Nəbidə qış yarı olan gün Xıdır Nəbi qeyd olunur. Fevralın 5-nə təsadüf eləyir ən çox. Bəzi yerlər var ayın 9-u, 10-u, 15-i, hətta fevral ayının axırına qədər də bunu qeyd edənlər var. Xıdır Nəbidə Xıdır Eylazla Xıdır Nəbi iki qardaş görüşdüyünə görə həmin gün bayram olur. Həmin gündə onlar yəni bayramı nə ilə qeyd eləsinlər? O zamanlar indiki kimi çox çeşidlər çox yoxdur. Onlar buğdanı qovurub, onun kirkiyədən çəkib, onun şirin ya südlə, ya doşabla, ya balla onun qovudunu hazırlayırlar. O qovud da demək müharibə illərində cəmaatı aclıqdan qoruyub. Əsgərlərin ən çox çantalarına qoyulan nemət olub. Çünki onu yeyəndə neçə saat adam acmır, adam tox tutur. Həm onun özünün müalicəvi əhəmiyyəti var. Mədə bağırsağa da çox gözəl təsir eləyir. Qovudu o vaxtda biz qovuddur, buğdanın qovurulmuşudur. Uşaqlar, insanlar öskürəndə ən çox onu nənəmgil deyirdi ki, qovurğa yeyin, qoyun sinəsi asılsın, təmizlənsin. İndi görürsünüz ki, qayıdıblar çovdar ununa, nə bilim, dəyirman ununa üstünlük verirlər. Biz bunların hamısından böyümüşük. Bunların hamısını özümüz görmüşük, yemişik. İndi həkimlər mədə bağırsağa qabalı qurusu, ərik qurusu bunu qeyd edirlər öz reseptlərində. Biz onların hamısını heç bilmədən nənəmgil, nənəmin nənəsigil, anasıgil, onları bilmədən istifadə edirlər hamısından. Əziz xanımlarımız, Xıdır Nəbi dedik. Xıdır Nəbi dediksə, Xıdır Nəbinin olmazsa olmazı, masaların bəzəyi. Onsuz heç bir Xıdır Nəbi bayramını təsəvvür etmək mümkün deyil. Bu bizim ata-baba üsulu, çox qədim, ortaq türk mətbəxlərinin ən qədim xəşil növü. Xəşil dedikdə bəzən bir çox bölgələr, ən çox da Bakı bölgəsi və bir digər bölgələrimiz düşünürlər ki, xəşil undan olur. Amma o çalma un xəşili sonradan yaranan mətbəximizdə yaşca daha gəncdir. Xəşil dedikdə ata-baba, ulu nənələrimiz, ulu babalarımızın olmazsa olmaz yeməyi yarma xaşılıdır. Yarma xaşıl çəkilmiş kirkirədə buğdadan. Bunu Elmira xanım öz əlləri ilə elə məhz 200 illik tarixi olan dədə babasının kirkirəsindən çəkibdir. Əsl xəşil xanımlar, bax bu cür olur. Xəşil yarmadan olar. Sonraki xəşillər, onlar digər növləridir. Müxtəlif sonradan yaranan mətbəximizə gələn kars, yığdır,
Şorayel, Ağbaba, Amasya, Qursalı, Pəmbək, ən qədim türk ocaqları, türk yurtları məhz elə bu yarma xaşıldan ediblər xaşılımızı. Unlu xaşıl da var, onun gözünə bundan bir yarı vurarlar. O qeyd etdiyim kimi digər növləridir, amma məhz elə Xıdır Nəbi bayramının masanın yaraşığı bu və bizim qovuddur. Qovudu bir çox verilişlərimizdə biz sizə qovud haqqında danışmışıq. Elə qovud da həmən kirkirədən keçirilir. Biraz bundan narın üyüdülür. Balla, şərbətlə, bəhməzlə, yumru topalı və ya lülə şəklində düzəldilir, əl izi buraxılır. Orada Xıdır Nəbi izini qoyar. Və bu olur bizim Xıdır Nəbi bayramının gözəl yaraşığı. İndi isə xəşili necə bişiririksə, ən yüngül, ən asan növünü mən sizin üçün göstərəcəm. Suyumuzu qaynamağa qoyuruq. Təbii ki, bu qədimdə ocaqlarda, təndir başlarında olurdu. Biz sizə bugün elə dədə-baba qazanlarımızı istədik ki, göstərək. Xəşili suyu qoyuruq qaynamağa. Su qaynadıqda əlavə edirik qaynayan suya bir miqdar üyüdülmüş kirkirədən keçən bizim məhz yarmamızı. Qaynadıqda kimin qurutu varsa, əsasən qurutla, sarımsaqla da olur, süzmə qatıqla da olur. Süzmə qatığı biraz açıb, üzərinə gəzdirib və nehrə yağımızı tam əridib, o cızıltı səsi gələndə üzərinə gəzdiririk və bu bizim Xıdır Nəbi bayramının ən klassik atributudur. Nəyə görə? Çünki məhz əkinçinin, kəndlinin yeməyi bu olub ki, güc-qüvvət toplayıb, o həmən o tarlaları yaza hazırlayıbdır və il uzunu o buğda ehtiyatını hazır eləyib. Ona görə də məhz bu cür buğdaya, yarmaya, bayaq qeyd etdiyimiz kimi çəltihlilərə bizdə çox böyük xüsusi ehtiram var. Dəyərli, əziz izləyicilərimiz, bugün biz sizinlə bir çox müxtəlif çeşiddə hazırlanan nemətlərimizin ən kiçik hissəsini çalışdığımız qədər göstərdik. Bunun üçün Elmira xanım, Leyla xanım bizimlə birgə mətbəxdə bugün bütün günümüzü bizimlə keçirdi. Gördünüz ki, bir çox qazanlarımızda yeməklərimiz qaynadı. Bütün xanımların daim qaynar qazanları qaynasın, rozili bərəkətli olsun bayramları. Çünki Xıdır Nəbi bolluq rəmzi deməkdir, evlərə bərəkət deməkdir və düyü varsa, taxıl varsa, yarma varsa, bu elə özü bolluq, ruzi bərəkət deməkdir. Amma elə bir nemətimiz var ki, ilk öncə Xıdır Nəbi dedikdə ağla gələn məhz odur və belə deyək, Elmira xanımla biz Xıdır Nəbi bayramından da əlavə daim il boyunca bir nemətimiz var ki, onu hər zaman nəinki Azərbaycanda, Azərbaycandan çox-çox kənarda təqdim etdiyimiz və tanıtdığımız, unudulmuş bir deyərdim daddır. Düzdür Elmira xanım? Təəssüf ki, unudulub. Amma yaşlı nəslimizin çox gözəl yadındadır. Bu qovuddur. Bizim kirkirədən ələnmiş buğdamız, verilişlərimizin bir çoxunda Elmira xanım hər zaman danışır ki, nənəsinin, babasının 250 tarixə malik olan məhz kirkirəsindən, Ağdaşdan olan kirkirələr çoxdur. Hər evdə var adı, düzdür Leyla xanım? Amma fərqli daşlar da yəqin ki, sizdə də olub. Zəngəzura Qərbi Azərbaycana xas, yəqin ki, Sıdık xanımgildə də, bizdə də, sizdə də. Xanım, çünki lap qədimlərdə dəyirman olmadığı üçün buna əl dəyirmanı deyirlər. Əl dəyirmanı, bəli. Ağır olduğu üçün qonşudan qonşuya aparmaq çətin olurdu. Bəli, ona görə də yığışırdılar o vaxtlar. Neçə nəfər qonşularla, qohumlarla bir evdə hamısını çəkirdilər ki, çünki daşı Kisələrlə. daş yüngül növbə ilə çəkirdilər. Növbə ilə çəkirdilər. Çünki daş ağır olduğuna kimi, Leyla xanım dediyi kimi, qapıdan Qonşudan evə aparmağa çox çətinlik çəkirdilər. Ona görə neçəsi yığışıb bir evdə onu çəkirdilər. Və onun nəticəsində həmən o qovud ərsəyə gəlir. O vaxtda biz də analarımızın yanında gedəndə sevinirdik ki, gedib biz də orada evdə oynayacaq. Və böyük fəxr hissi ilə deyərdim ki, bunu biz yaşada bilmişik. Bunu biz bugün bu məhsulu artıq bütün sərgilərdə, dünyanın hər ölkəsində harda görsəniz qovudu bilin ki, bu insanlarımızın, elə Elmira xanımın, elə Leyla xanımın əməyi və mənim tədqiqatlarımın əsasında bu ərsəyə gəlib, bəli. Bizim bu tədbirlərdə çox yer alır və artıq çox sevilir. Tədbirlərdə biz bunu təqdim eləyəndə mən neçə dəfə şahid oldum ki, adam vardı ki, gözündən yaş gəldi. Bəli. Dedi ki, 40 ildir ki, mən bunun dadına baxmamışdım. Birinci dəfə. Kanadada, İsveçrədə, Jenevada, bir çox ölkələrdə
Məhz bu qovutu Göyçə mahalından Basar keçərdən olan orada xaricdə yaşayan, qürbətdə yaşayan Qərbi Azərbaycanlılar olub ki və bizə də Hətta keçən dəfə Qaxıstan bir nəfər gördüm, nə dedi? Hətta belə deyib, bizim O nə danışdı? keçmiş Məni uşaqlığıma apardı. qardaş ölkə Türkiyə cənab Bağcı bizə dedi ki, mən buradan ayrılıram, amma Anadolumun dadını sizdə yaşadaraq aparıram özümlə. Qaysavanı və əsasən də qovudu. Qovudu. O dedi ki, mən hər zaman Özü kövrəldi. yaddaşıma, özü də Danışanda kövrəldi, kövrəldi. həkk edib aparıram. Və biz bunları bütün, nəinki bizdə, bütün Türk dünyasında yaşada biliriksə, əsasən də qovudu, bizə nə xoş. Amma əgər ortaq Türk mətbəği bizim keçmiş verilişin, Leyla xanım da yadındadır. Biz danışmışdıq o haqda. Elədir. Bilirsiniz, bu Qarsdır, Ərzurumdur, Iğdırdır. Bunlar hamısı Qərbi Azərbaycan Bəli, bölgəsindən bəli. Ora köçənlərdir. Amasyadır, bəli. Amasyadır. Bəli. Ona görə də həm nə dillərini, şivələrini dəyişməyiblər, Bəli. nə adət Eynidir. ənənəsini, Mətbəximiz, nə- şivəmiz. Halal Bəli. olsun. Bu yaxınlarda Bəli. bir toyda oldum. Eyni bizim kənd toyları kimi, qədim toylarımız o Bəli. qədər gözəl oynayırlar. Bəli. Bizim tanıdıqlarımız, qohumlar var Amerikada, Türkiyədən köçən karslılardır. Deyirlər, Novruz bayramı olanda bir də görə mənə videolar göndərir. Bizimkiləri kopyalayıb mənə göndərirlər. Deyir, nə olar, siz o tonqalı bizə göndərin. Sonra o pişirdikləriniz yeməklər göndər. Hər dəfə kövrəlir. Deyir ki, vallahi Çox kövrəlir, uşaqlığımız, bəli. anam, babam yadıma düşdü. Bəli. Nə yaxşı deyim, hə, çox- qədimliyi çox qədim saxlamaq kökümüz. həqiqətən çox böyük Çox. şeydir. Kiməsə sadə bir xatirə kimi gələ bilər. Çox qədim kökümüz var, Bəli. lap ulu kökümüz var. Ən çoxu da görürsünüz ki, o vaxtda nə texnika var idi, nə bir belə Bəlkə də səmimi illər də ondan yaranır heç belə. nə bir belə inkişaf eləməmişdi, amma onların o Ən vaxt səmimi illər. kəşf elədikləri, Bəli. onların o vaxt necə deyirlər, özlərindən icad elədikləri Bu gün masamızdadır. İndi bizə gör nə qədər gözəl görsənir. Bəli, Gör bəli. özdəki indi Ən nə əziz qədər xatirələr, çalışır. əl əməyi, göz nuru. Bilirsiniz, Bəli. məqsədimiz nədir? Məqsəd budur ki, indi hər yerdə hər yörənin yeməyi var. Məqsədimiz odur ki, Qərbi Azərbaycanlılar, bax bilirsiniz də məlum məsələlərə görə 30 ildən çoxdur ki, biz vətənimizdən Dünyanın hər bir bucağına parçalanmışlar, Səpələnmişlər. səpələnmişlər. Amma məqsəd budur ki, indiki gənclər, evladlarımız, nəvələrimiz, nəticələrimiz Baxsın, ibrət götürsün, əlbəttə, öyrənsinlər. Mənim səsimlər vallahi. Yoxsa biz bunları görmüşük, bilirik də, məsələn, pişiririk də hər gün. Bəli. Amma yəni yeni nəsil, gənc nəsil baxıb bundan Bizim nümunə götürürlər. nənələrimizin hər birinin indi hamısının dünyasını dəyişiblər. Allah rəhmət eləsin. Allah rəhmət Analarımız, eləsin. atalarımız, babalarımız. Babamızın, nənəmizin az qalır 150-yə yaxın yaşları olsun. Bəlkə də çox. Onlar da öz güzəlliklərlə qabaq Bəli. görənləri bizə Bəli. təqdim ediblər. Bəli. Biz də istəyirik ki, indi gördüklərimizi təqdim Və edək. bilirik ki, o hamının gəlmə kökü Anadoludandır. İndi, Türk dünyasındandır. Vəsilə xanım, Eyni adətlərimiz, Leyla ənənələrimiz xanım ona görə deyirsiniz ki, çalışır. əl əməyi, göz nuru. Vallahi bax bunlar bu əl əməyi, göz nuru əslində doğrudan da bunlar Bəli. Gözün, İllərlə- gözün nurudur. Gözün Gözün nurundan nurudur. əmələ gəlib. Bizim kəndimizdə demək olar Baxın. ki, qış gecələri bununla qutarırdı. Bəli. Bütün pərdələrin ayağına, sonra Bizim- kravatın Yükün Bunları- başında, bəli, mən də Bunları, onun nənəmdə bunlar vardı, hamısı Zəngəzurda, 55-dən çox bəli. yaşı var. Bunu bizim kəndimizin xanım xatın qızı Raya xanımın əl işləridir. Bunu deyir, hətta Var olsun. 55 ildir ki, bunu deyir, hətta mən yumamışam da. Necə o vaxt Rəng tikmişəm, belə də solmuyubdu. Elmə xanım, saxlamışam. necə olur ki, bəs, bəli. kraxmal da lazım deyil. Görünür, Rəng gözəl dəyişmir. vaxtdan qalıb, o vaxtdan Və- saxlayıb. Bax bunun Pambıq saplarından. Pambıq bunun sapları, özü, bəli. bax bunun özü görürsüz bu işləmələrin hamısı Quramalar, tələşib bir bəli. əlin əməyinin, gözün nurunun Bu nəticəsidir. qədim xalçalarımızın naxışlarıdır. Kilimlərdə, Kilimlərdə. xalçalardan olurdu, xurcunların üstündə. Hər ikisi də Həqiqətli bir- və həm əziyyət heybələrdə, Bunları bəli. Görürsünüz, bunun o qədər Naxışların özünü o toxumaq qədər bunun Hər nöqtəsinə neçə Yəni rəssam işi ilmə gedir. girib ona. Eyni, Bax o var. bəli. o indi rəssamlar oxuyurlar, bir iki dənə tablolarla özünü nümayiş etdirirlər. Vallah bunlar oxumamış alimlərdir, oxumamış Bəli. bunlar O rəssamlar. məktəbi keçmədən onlara istedad Elmə verilirdi. xanım, onlar kimdən öyrənib? Onlar Nənələrindən, Onlar bəli. gör, onlar o texnikanın belə lap təzə dünyanın demək olar ki, onlar ucqar yerlərində olan vaxtlarından bunlar bilirmişlər. Bəli. Öz başlarından, öz zehinlərindən bunları yaradırdılar. Bəli. Əlləri də özləri uydurur. Bax mən sizə bir Əlbəttə, şey də Bəli. danışım. O rənglərin hər birinin Bunlar gör neçə saplardan alınıbsa, bunun hər birinə bir dəfə Elmə xanım və eyni zamanda bu nəbati o həndəsi fiqurlardır. Bu
Türk dünyasının, ortaq Türk dünyasının mirasını Görürsünüz indi Bəli. belə formalarda Görürsünüz. indi baxın çarşaflarımız, baş yaylıqlarımız, örtülərimiz indi bax bundan istifadə edirik, edirlər, bəli. istifadə Eyni də belə İndi həndəs bunların fiqurlar. görürsünüz, indi bunların yaylıqları çıxır, bunların xalçaları çıxır, bunların formaları Üstümüzdəki artıq- kəlayağılar, bəli. Artıq yeniləşməyə getsə də dünya, Bəli. yenə qayıdır qədimə. Öz köklərinə. Gedir, bəli, gedir. Amma bu əziyyəti çəkmirlər. Yox. İndi Yox. texnika Heç kim var. əl əməyinə, bəli. Maşın işləməyib. Bəli. Burada nə texnika yoxdur. Bəli. Burada nə heç nə demək olar ki, insan sırf insan əli, insan əməyi, insan göz Bax nuru. bir nöqtə yerə gör neçə iynə Gör nə girib qədər- çıxıb. gör nə Bir gözəl. yerə bax bir nöqtə Özdə bu boyda. o vaxt maşın sapları olurdu 40 nömrə deyirdilər. Bəli. O bu saplar 10 nömrə O deyirdilər. nömrə qalın olur. O bax bunlar 10 nömrədən gəldi. Ona görə də qoruyubdu ömrünü. Bax indi bu 50 əsr keçib, yarım əsr keçib bu. Əsrə doğru gedir bu. Ay indi gör bunu indi kim bazar? İndi bunu kim elə iş bazarsalar da istəsələr də Baxın, keçən verilişlərdə yadınızdadırsa, bizim masada verişimizdə elə siz də verişdəydiniz. Masada mənim ulu babamın xalçası var idi ki, rəngini qəti şəkildə dəyişməmişdi. O kök rəngində olan tam təbii rənglər və eyni zamanda da mənim anam Şərqi Zəngəzurdandır, Cəbrayıl bölgəsindən də, o da bir türk yurdu, Cocuq Mərcandandır və mən uşaqlığımı məhz orada keçirtmişəm. Orada hər bir mənim anamın xalaları, xalası qızları, orada elə bir insan yox idi ki, xalça toxuya bilməyə və ümumilikdə Qərbi Azərbaycan, Şərqi Zəngəzur, Qarabağ bölgəsi belə deyək, xalçaçılığı ilə, bu toxuma işləri ilə, əl işləri ilə hər zaman fərqləniblər. Əlbəttə, analarımız qış kimi səhərə qədər onun taqqıltısı elə xoşuma gəlirdi ki. O taqqıltısı elə xoşuma gəlirdi. Bir dəqiqə, bir yekun vurum. Bir dəqiqə, yekun vurum. Mən buradan təşəkkür edəcəydim buna. Ala bunu yekunu vur sana. O cümlə yarım çıxacaq. Hə, oradan da yekun. Mən buradan öz təşəkkürümü bildirirəm Raya xanıma bunları qoruyub saxladığına görə və məmnuniyyətlə mənə təqdim etdiyinə görə ki, mən bunları bu gün nümayiş elətdirə bilirəm və bir daha öz o gənclik dövrümüzə, Çox sağ olsun. uşaqlıq dövrümüzə qayıtdım. Bu naxışların izi ilə, bu naxışların gözü ilə. Bunların hamısı hər bir evdə mütləq olurdu. Yəni bunu demirəm tək tük adam bacarırdı. Çox hamı bir dəfəlik bilmirdi bunu. Amma bunları demək olar ki, hər evdə bacarmaq, toxumaq istəyirdilər. Bir də Elmira xanım, ona əlavə eləyim ki, ora o vaxtı indiki kimi rəhlər yox idi. Onun hamısını hansı otu qaynadır, hansı cəvizdən, təbii, palıdır, gedib gilin, anam gedib gillərin qazırdılar otların, gətirib onun gözümüzün qabağında qaynadırdılar. Sonra o kələfləri, sonra o yumaqları orada rəngləyirlər, asırdılar, quruyurdu. Təbii boyama, o da gözəl rənglər olurdu ki, onların. O qədər gözəl xoş günlər. Emrah xanım, bir də mənim deyəcəyim odur ki, yəni əlavə olaraq bunlara ehtiyac var idi. Həqiqətən bu toxunma işlərinə, əl işlərinə. Çünki belə deyək də, məsələn, insanlar bir kənddən bir kəndə maşın yox idi, bir gedəcək nəqliyyat yox idi. Atla, eşəklə gedirdilər. Bunun beşini qoymağa, əşyasını qoymağa bir xurcun lazım idi. Heybələr, bəli. Heybələr, xurcunlar toxunurdu. Bizim evdə nə qədər xurcunlar, heybələr qaldı. Kəklikini saxlamaq üçün, sucukları saxlamaq üçün, bəli. Xanım, siz onun şahid olubsunuz ki, gəlin köçən qızların mütləq cihazında gərdək olurdu. Gərdək başlığı toxunurdu. Gəldək başlıqdır. Bu toxunmalar da mütləq olurdu. Çünki dediyim kimi parça yox, pərdə yox, bir şey yox, düzdür sapları. Əziyyət həm də bizdə iş yox idi elə. Gecələri neynəsinlər? Şam işığına, lampa işığına oturub onları Amma ən edirlər. gözəl işlərdə məhz onda ərsəyə gəlib. Onda ərsəyə Baxın ki, gəlib. indi hər şey əlimiz çatır. Cümə günü toxumurdular. Onda da biz sevinirdik ki, Müqəddəs gün sayılırdı, bəli. Xalça toxumaq yoxdur, O bəli. xalçanın ki, mən vuranda Təvəkkür yet. vuranda ki, o səsi tıqqıltı gəlirdi. Adama yatdığı yerdə şirin yuxunun içində bir, o da xoş gəlirdi. Mən müasir dövrdə Mahnı böyüdüyüm oxuyurdu. üçün O vaxt onlar ilmələri görürdüm. Mənə o qədər maraq gəlirdi ki, onun o tıqqıltısı sizin sözünüzü Mənə və xoş gələn nə xanımların idi? əllərinin itiliyi. Mənə də ən çox xoş gələn kimin evinə getsək, ya kim bizə gəlsə, arxamıza stol qoyurdular. Üstünə daha Masaların cəvizindən, almasından, nə bilim, yemiş konfetindən, daha cürə şeylər ki, hə, məşğuliyyət edin, Bəli. Bax dönürdü elə oradan. bu toxumaları olanda deyirlər ki, qızlar yəni zəifləməsinlər də. Ona görə onların yanında hər zaman bax çərəzlər olurdu, qovurqa mütləq olurdu. Qovurqa demək olar ki, qış tək qıdır nəbədə olmurdu ki. il boyu. Qış qutarana yemək o evlərdə qovurqa qovurulurdu. Çünki onu biz ələyizə gedirdik yaxa, yazda ələyiz pəncəli O məşğuliyyət olurdu. Asudə dövrü keçirmək üçün. Piyada gedirdik də.
Qız gəlin dəstəklə ələyizə gedər, cibində qovruğa iştahla yeyə. Cacıqdan, çirişdən yığa pay verə, belə xatirələr çoxdur, darıxdım. Bayızda yemişən armud yığıla, uzaqda olana sovqa tutula. Bunların hamısı dönüb nağıla, axtardım heç biri yoxdur, darıxdım. Onların biz hamısını gördük, biz hamısını yedik, hamısının dadına baxdıq. İnşallah yenə Çox gedərik. şükür ki, yenə nə yaxşı ki, Naxçıvanda var onlar. Biz onları gəlib tapa bilirik, ala bilirik. Heç olmasa. İnşallah öz yurdumuzdan əlimiz çatar nə vaxtsa Elmirə xanım. İnşallah. Və belə deyək, biz yan ətraflardan yox, məhz öz torpaqlarımızın məhsullarını yığarıq, amma əlbəttə ki, indi də var olsunlar ki, bu şəraiti bizim üçün yaradılar. İndi isə gözəl xanımlar, əziz xanımlar, istərdim ki, Bişirdiyimizin dadına baxaq. Bişirdiyimizin dadına və əlbəttə ki, dediksə bayaq qovud, eyni yarma buğdadan, yarma yəni buğdanın yarımı kirkirədən keçirirlər. Bəli. Bayaq qeyd etdiyim kimi əsl keçmiş ən qədim üsulla olan xəşil, bəzən deyil Elmir xanım da siz də bayaq bəhs etdiniz un xəşili. bəli. O da bəli bizim xəşillərdəndir, amma ən lap qədim, hətta Orhun Yenisey yazılarında Dədə Qorqudda belə adı bəhs çəkilən bizim yarma xaşıldır ki, o insanların tox tutan və hələ buğdadan, bir çox pərinçdən, bir çox çəltiklərdən öncə yarma xaşıl hər zaman yer alır. Yarma çəkməsi, südlü çəkmə, dənli bitki o tutumlu olur və onun üzərinə yağ gəzdiririk. Bəzi bölgələrdə Amasyada, Qursalıda, Pənbəkdə qatıq və yaxud qurutla sarımsaq gəzdirirlər. Bugün biz sizə ən klassik, ən qədimdə hansı necə növ olubsa onu istədik ki, göstərək. Bütün bu nemətləri hazırlayan əllərə mən təşəkkür edirəm. Xanımlarımız var olun və ən çox nənələrimizə, ulularımızı yad etmək istəyərdim ki, bu əziz günlərdə bir hər zaman onların ruhlarını şad edirik. Var olsunlar bizim xanımlarımız ki, onların mirasını yaşadırlar. Və demək istərdim ki, masanızda nə olmağından asılı olmayaraq, nəyi dadırıqsa, onların xatirəsini biz hər zaman, hər bir kəlməmizdə, bəzən bir hərəkətdə onları yad etmiş oluruq və tariximizi qorumuş oluruq. Dəyərli izləyicilərimiz, sizə minnətdarıq. Bizimlə olduğunuz üçün, bizim verilişlərə maraq göstəriniz üçün daim bildirirəm şərh bölməsində hansı sualları, hansı adətlərimizi, ənənələrimizi, mətbəğimizin nümunələrini görmək istəyirsinizsə bizə qeyd eləyin. Biz isə sizinlə sağollaşırıq və inşallah hər zaman deyirik, çərşənbələrə gedən yol məhz Xıdırdan başlayır. Xıdır nəvini bitirdikdən sonra biz sizinlə çərşənbələrimizdə inşallah maraqlı bir verilişlərlə qarşınızda olacağıq. Sağ olun, bizimlə olduğunuz üçün sizə təşəkkür edirik. Hələlik.